Vətənə xəyanət davam edir. Vətənə sevginiz sonsuzdur. Həkilərinizi davam edirsiniz. Bizə səslən. Mən sizə bir şey deyim də, həyatda ən çətin şey vətənə xəyanət etməkdir. Bunlar da bir konu. Əlbəttə, yox, çəkində mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, mən yazığım gəlir, düzdür, Allahın yazdığı gəlsin. Amma bunu mən bir bədbəxtçilik sayıram. Mən vətənə əksinə vətən üçün çalışanı danışdığımda Vətən üçün çalışmaq demək deyil. Və məsələn, o Qarabağdakı separatçıları təşviq edəndə siz vətənə xəyanət düşünürdünüz. mandat videolar, Yenə deyirəm, mənim haqqımda nə deyişdiyindən sonra 5 qat artığını deyim, xahiş edirəm sizdən. Tönqüd ödün, 5 qat artığını deyim, 10 qat artığını deyim, bizə deyirlər, mən heç eynimə deyil. Amma belə deyil, mən də sizin müəyyən dərəcədə sizin hal, mövcud durumunuzu bir qədər halım acıyır.